Salam uşaqlar, gəlin sizin üçün bugün aerohidrostatika, aerohidrodinamika mövzusuna aid hədəf quizinin suallarını izah edim. Başlayaq birinci sualımızdan. Nə deyir bizə? Watt vur saniyə bölü metr kubu ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? İndi birincisi, watt nəyin vahidi idi? Gücün. Gücün düsturu nə idi? M bərabər idi, A bölünsün T. Bütün işlərin vahidi nədir? Joule. Zaman vahidi nədir? Saniyə. Onda deməli, wattı sadələşdirsək nə oldu? Joule bölünsün saniyə. Gətirib yazıram. Joule böl saniyə vurulsun saniyə bölünsün metrin kubu. Saniyələr ixtisar getdi. Qaldı nə? Joule bölünsün metrin kubu. İndi Joule sadələşdirək. Joule nəyin vahididir? İş və biz bilirik ki, enerjinin. Onda işin düsturunu yazsaq, A bərabərdir Fs. Bütün qüvvələrin vahidi Newton, yer dəyişmə vahidi metr. Deməli, Newtonun da, daha doğrusu bağışlayın, Joule'un da sadələşdirilmiş versiyası nə oldu? Newton vur metr. Newton vur metr bölünsün metrin kubu. Metrlər getdi, qaldı Newton bölü metrin kvadratı. Təbii ki, biz bilirik, bu təzyiqin vahididir. Paskalı verir bizə. Çünki düstur nədir? P bərabərdir F bölünsün S, qüvvə vahidi Newton, sahə vahidi metr kvadratı. O da yeni qeyd etdiyim kimi gəlir bizə nəyi verir? Paskalı. Paskalda nə vahididir? Təzyiq vahididir. Yəni cavabımız olacaq nə? C variantı. Keçək indi baxaq ikinci sualımıza. İkinci sualımızda nə deyir bizim üçün? Deyir ki, P bölünsün rho cisi minus rho mayı vur J ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Və mötərəzədə mənə qeyd edib ki, P cismin mayidəki çəkisidir. Deməli, P bölünsün rho cisi minus rho mayı. Bir də vurulsun J. Cismin mayidəki çəkisinin düsturu nə idi? P0 çıxılsın F arximet. Bölünsün rho cisi minus rho mayı vur J ifadəsi öz yerindədir. İndi P0 vakuumdakı yaxud havadakı çəki idi. MJ çıxılsın arximetin də düsturu nədir? Rho mayı və batan J. Bölünsün yenə eyni ifadə. Rho cisi minus rho mayı vurulsun J-yə. İndi uşaqlar, biz baxırıq ki, məsələnin şərtində həcmlə bağlı bir nüans yoxdur. Əksinə, cismin sıxlığı, mayinin sıxlığı nüansı var. Onda V batanı da M böl rho cisim düsturu ilə nə edirəm? Əvəzləyirəm. Onda MJ çıxılsın rho mayı vurulsun. M bölünsün. Rho cisim vurulsun J ifadəsi ilə sadələşdirdiyi məxrəcdə yenə eyni ifadəyə qalmalıdır. Rho cisim minus rho mayı vur J. MJ-ni vuruq kimi çıxaraq. Qaldı daxildə nə? 1 çıx. Rho mayı bölünsün rho cisim. Bir digər tərəfdən məxrəcdə rho cisim minus rho mayı vur J ifadəsidir. J-lər ixtisar getdi. Qaldı təbii ki nə? M vurulsun. Mötərəzənin də daxilini sadələşdirək. Rho cisim ortaq məxrəc kimi. Rho cisim minus rho mayı bölünsün. Rho cisim minus rho mayı. Yəni, təbii ki, bu fərqlər ilə ixtisar getdi. 2 dənə kəsir ola bilməz. Rho cisim də düşəcək. Təbii ki, məxrəcə M böl rho cisimdə. M böl rho da yaxud bizə nəyi verir? Həcmi. Ona görə cavab nədir? Cismin həcmi, yəni D variantı gördüyünüz kimi mərhələ-mərhələ gedərək həll eləməlisiniz. İndi baxaq üçüncü sualımıza. Ayrı metrlə ölçülür. Təbii ki, ayrı metrlə ölçülən nədir? Mayələrin sıxlığı. Mayələrin sıxlığını ölçən cihazdır. Ona görə cavab nə olacaq elə? Deməli, üçüncüdə D variantı. Keçək indi baxaq dördüncü sualımıza. Dördüncü sualda nə deyir bizim üçün? Deyir ki, iki cisim suda üzür. Onlara təsir edən arximet qüvvələrini müqayisə edin. Üzür sözü varsa arximetin düsturu demişdik ki, nədir? MJ. Fərq yoxdur, səthdə üssün, daxildə üssün. Bu bizim üçün əhəmiyyət kəsb eləmir. Üzür sözü varsa arximet MJ-yə bərabərdir. İndi məsələnin şərtində həcm nüansı olduğu üçün M-də yazırıq. Rho mayı və batan şəklində. İndi uşaqlar, gördüyünüz kimi baxın, həcmi bizə fərqli verib. Amma həcmimiz arximetin düsturu nədir? Batan, V batan. İndi baxıram, birinci cismin ikisi neynəmişdi? Batmışdı. İkinci cismin də ikisi neynəyib? Mayeyə batıb. Yəni V batanlar, batan hissələr nədir? Bərabər, hər ikisi eyni maye daxilindədir. Ona görə mayələrin sıxlıqları da eyni. J onsuz da sabit kimi bir şeydir. Bütün fiziki kəmiyyətlər bir-birinə bərabər olduğu üçün qüvvələrimiz, arximetlərimiz də nə olacaq? Bərabər. Yəni cavab C variantı. İndi keçək baxaq 5-ci sualımıza. 5-ci sualda nə deyil bizim üçün? Tirciyi bir vəziyyətindən iki vəziyyətinə gətirdikdə masanın səthinə göstərdiyi təzyiq. Masa bərk cisimdir, tirci özü də bərk cisimdir. Yəni bərk cisimlərin təzyiqindən söhbət gedir. Düstur nədir? P bərabərdir F bölünsün S. İndi baxıram uşaqlar, burada sahə dəyişibdir. Amma A bərabərdir 2, B bərabərdir 2 verib. A bərabərdir 2 idimi, A bərabərdir 2 idimi? Yəni bu burada düşmədiyi üçün biraz naməlum məsələdir. Şərtdə uca natamamlıq var. Gəlin onda biz elə qaydamıza əsasən gedək. Baxıram, əvvəl səthin bir bu qədər hissə idi. İndi isə səthin bir bu qədərdir. Səth nədir? Səthin sahəsi daha doğrusu azaldı. Sahə azaldısa təzyiq də neynəcək? Artacaq. Artan da hansı variantdadır? A-da bir də D-də. İndi yenə qeyd edirəm. Burada nəticəni artıq bizə şərti düzgün vermədiyi üçün nəticəni də tam dəqiq ala bilmirik. Nəzəriyyə əsasən qeyd etdik ki, sahə neynədir? Azalanda bizim təzyiqimiz tərs asılı olduğu üçün artacaq. İndi gəlin keçək baxaq 6-cı sualımıza. 6-cı sualda baxırıq, nə deyir bizim üçün? Hidravlik presin kiçik porşeni 8 sm aşağı düşəndə böyük porşen 2 sm yuxarı qalxır. O qüvvədən neçə dəfə qazanc verir? Uşaqlar, biz bilirik ki, F-dən H necə asılı idi? Tərs asılı. İndi 1-2 nisbətinə görə getməyin. Kiçik porşen və böyük porşen deyirsə, indekslər də kiçik və böyük olmaqla yazırıq. Deməli, F böyük porşen.
bölünsün f kiçik porsiyon bərabərdir. Hündürlüklə necə asılıdır qeyd etdik? Tərs. Yəni h kiçik bölünsün h böyüyə. İndi məsələnin şərti qeyd edir ki, kiçik porsiyon neynədir? 8 santim aşağı düşdü. Böyük porsiyon isə neynədir? 2 santim yuxarı qalxdı. Bu nisbət bizə verdi 4. Elə deməli, mənim hidravlik presimdə 4 dəfə neynəyib? Qazanc verib. İşte birdən cavabı 4də 1 alsaz tez tərsinə çevirin. Çünki biz bilirik ki, qazanc 1-dən böyük olmalıdır. Məsələnin də şərtini onsuz da o sənə qeyd edir ki, qazanc əldə etməlisən. Yəni 4də 1 alsaz belə 4 cavabını qəbul edəcəksiniz. 4də 1 1-dən kiçikdir. Orada əksinə itki olar. İndi gəlin keçək baxaq neçənci sualımıza? 7-ci sualımıza. 7-ci sualda nə deyir bizim üçün? Deyir ki, sıxlığı cismin sıxlığından 3 dəfə böyük olan maye. İndi mayenin sıxlığı cismin sıxlığından nədir? 3 dəfə böyük. Yəni rho maye bərabərdir 3 rho cismə. Və nə istəyir məndən? Cismin həcminin hansı hissəsi mayədən kənarda qalar? Mayədən kənarda qalmaq nə deməkdir? Batmayan hissə. İndi məndən batmayan hissəni soruşur. Biz bilirik ki, batmayan hissənin ifadəsini necə tapırdıq? Əgər bizə sıxlıqlar verirsə, rho cisim bölünsün rho maye. Rho cisim bölü rho maye, rho cisim öz yerində qeyd etdik ki, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyük idi. Yəni rho cisim bölünsün 3 rho cisim. Qaldı nə? 3də 1. Bu bizim batan hissəmizin ifadəsidir. Amma məndən soruşduğu nədir? Batmayan hissə. Onu da deməli, artıq batmayan hissəni necə tapırıq? 1 çıx 3də 1-dən. O da deməli, batmayan hissə nə qədər imiş? 3də 2. Yine qeyd edirəm. Batan hissənin ifadəsi nədir? Rho cisim bölünsün rho maye. Amma batmayanı soruşursa artıq nədir? 1 çıx rho cisim bölünsün rho mayedir. O da cavabımız 3də 2 B variantı. İndi gəlin keçək baxaq burada. Neçənci sualımız gəlir? 8-ci sualımız. 8-ci sualda nə deyir bizim üçün? Deyir ki, okeanda hansı dərinlikdə təzyiq atmosfer təzyiqindən 8 dəfə çoxdur? Atmosfer təzyiqi nədir? P0. Ki onsuz da mötərizədə də qiymətini verir. İndi deyir ki, hansı dərinlikdə təzyiq atmosfer təzyiqindən 8 dəfə çoxdur? Yəni P bərabərdir nəyə? 8 P0. Mən bilirəm ki, okean nədir? Açıq səthi olan su hövzələridir. Açıq səthi olan su hövzələrində təzyiq nə idi? P bərabər idi. P0 plus rho GH. Dedi ki, səth açıq olanda tək mayenin təzyiqindən söhbət getmir. Həmçinin ona təsir edən bir atmosfer təzyiqi var. Tam təzyiqə baxmalısınız. Deməli, indi məsələnin şərtdə qeyd edir ki, sənin ümumi tam təzyiqin, yəni təzyiqin atmosfer təzyiqindən 8 dəfə böyük idi. P-nin yerinə gətirib nə qoyuram? 8 P0. O da bərabərdir. P0 plus rho GH. Bütün qiymətlərin hamısını gəlin yerinə qoyub tapaq. Deməli, 8 vurulsun, даже 7P0 yazaq elə. 7P0 bərabərdir rho GH. 7 vurulsun 10 üstü 5. Bərabərdir. Onu verib neçə? 10 üstü 3. J'miz 10'dur. H da naməlum elə məndən dərinliyi soruşur. 10 üstü 4'dən bu 10 üstü 4 getdi. Elə H bərabər oldu nəyə? 70 metr. Deməli, bizim okeanımızın dərinliyi nə qədər imiş? 70 metr imiş. O da hansı variantda verilib bizim üçün? C variantında. İndi gəlin keçək baxaq neçənci sualımıza? 9-cu suala. Deməli, 9-cu sualda nə deyir? Deyir ki, A nöqtəsində suyun hidrostatik təzyiqi P olarsa, B nöqtəsində nə qədər olar? Hidrostatik təzyiqin tez üstünü yazaq. P bərabər idi nəyə? Rho GH özdə mayələrin təzyiqidir, hidrostatik təzyiqi. Bəzən sizə mayələrin təzyiqi kimi qeyd edə bilər, bəzən də hidrostatik təzyiq kimi heç bir fərqi yoxdur. İndi, nə deyir bizə? Deyir ki, A nöqtəsində suyun hidrostatik təzyiqi P edirsə, B nöqtəsində nə qədər olur? Uşaqlar, hər iki nöqtə eyni mayedə verilib. Ona görə sıxlığı atın getsin. Mayenin sıxlığı, maye dəyişmədiyi müddətcə dəyişməz. Bir digər tərəfdən J də sabit kimi bir kəmiyyətdir. Yer səthində təbii ki, mən bu qaba baxıram. Ona görə J-nin də qiyməti yalnız planetdən asılıdır. Dəyişənlərdən biri təzyiqdir ki, nəyin hesabına dəyişir? Dərinliyin yaxud hündürlüyün. İndi PB bölünsün PA bərabərdir. Gördüyünüz kimi düz asılı. HB bölünsün nəyə? HA-ya. İndi məsələnin şərtdə qeyd edib özü. A nöqtəsindəki təzyiq P-dir. B nöqtəsindəkini deyir tap. Daha sonra, indi diqqət edək uşaqlar. Səthdən biz bilirik ki, mayelərdə hündürlüyə necə baxırıq səthdən. Səthdən B nöqtəsinə kimi hündürlüyüm nə idi? 1H gətirib yazdım. Səthdən bəs A nöqtəsinə kimi olan hündürlük nə qədərdir? 4H gətirib yazdıq. Deməli, ixtisar getdi. Qaldı burada elə. PB, 4PB bərabərdir P-yə. B nöqtəsindəki təzyiqimiz nəyə bərabər imiş? P bölünsün 4-ə. Yəni, cavab olacaq nə? Y variantı. İndi gəlin keçək baxaq 10-cu sualımıza. 10-cu sualımızda baxırıq. Deyir ki, suda üzən cismə təsir edən Arximed qüvvəsi 50 Newtondur. Həmin cisim kərəsində üzürsə Arximed qüvvəsi nə qədər olar? Üzür sözü varsa dönə-dönə qeyd edirəm uşaqlar, bunu unutmayın. Məsələnin şərtində üzür sözü varsa Arximedin düsturu nədir? MJ. Arximed bərabərdir nəyə? MJ-yə. Qurtardı getdi. Bunu bir qeyd kimi, qayda kimi yadınızda saxlayın. İndi. J onsuz da sabit kimi bir şeydir. Gərək kütlə dəyişsin ki, Arximed dəyişsin. Kütlə də dəyişməyib. Niyə görə? Məsələnin şərtində sənə qeyd edir ki, həmin cisim dəyişə ki, gərək kütlə dəyişə. Cisim dəyişmədiyi müddətcə kütlə dəyişə bilməz. Onda deməli ilə Arximed qüvvəsi yenə nəyə bərabər olacaq? 50 Newtona. C variantı. İndi gəlin keçək baxaq neçənci sualımıza?
11-ci sualımıza. 11-ci sualda nə deyir? Deyir ki, eyni həcmə malik 3 cismin mayedə tarazlıq vəziyyəti göstərilib, doğru münasibəti göstərin. Deməli, və qeyd edir ki, A, B, C cisimlərin sıxlıqlarıdır. Yəni, məndən istədiyi nədir? Cisimlərin sıxlıqlarını müqayisə etmək. Uşaqlar, baxın bir dənə C ilə B-yə. C ilə B neynir? Mayenin daxilində üzür. Deməli, hər ikisinin sıxlığı nədir? Bir-birinə bərabər. Çünki hər ikisi maye daxilində neynir? Üzür. Eyni qanunla hərəkət edir. Yazırıq onda. Rho cisim bərabərdir nəyə? Rho mayeyə. Amma A cisminə baxaq, diqqət edək. A cismi artıq səthə çıxıb. Bir hissəsi mayenin daxilindədir, bir hissəsi səthdədir. Deməli, həmin cismin sıxlığı, A-nın sıxlığı daxildə üzənlərdən kiçikdir ki, o maye neynədir? Bizim bu cismimizi sıxışdırıb səthə çıxardı. Onda deməli, bu bərabərlikdir, böyüyümüş. Nədən? A cisminin sıxlığından. Həmişə dibə batan ən böyüdür. Cisimlərin sıxlıqlarından söhbət gedirsə, dibə batan nədir? Ən böyüyümüzdür. İndi burada dibə batma nüansı yoxdur. Daxildə üzən aralıq qiymət alır. Səthə çıxan isə ən kiçik qiymət alır. Ona görə cavabımız da deməli nə olacaq? Baxırıq burada rho C bərabərdir rho B-yə. O da böyükdür rho A-dan, yəni B variantı. İndi gəlin keçək 12-ci sualımıza baxaq. 12-ci sualda deyir ki, şəkildə tarazlıqda olan sistem verilib, M1 bölü M2 nisbətini müəyyən edin. Uşaqlar, bununla bağlı özü də şəkili düzgün çəkməyib, bu qollardan biri maye daxilində olmalıdır, ya M1 ya da M2. İndi baxırıq. Bu tip məsələmiz üçün biz qeydlər vermişdik. Konkret bir düstur, qeyd nüansı vermişdik. İndi o qeydi uzun uzadı çıxarmayacağım. Bu kimi məsələlərimiz üçün qeydimiz nə idi? Baxırıq, qollar necədir? Aşağı hansı blokdur? Tərpənməz blok. Tərpənməz blok üçün belə bir qeydimiz var idi. M1 bərabərdir. M2 vurulsun, 1 çıxılsın. Rho maye bölünsün, rho cisim. Baxın, belə bir düsturum var idi. İndi bu düsturda gətirib hamısını yerinə qoyaraq nə edirik? Müəyyən edirik. Hər tərəfi M2-yə bölək. Çünki məsələnin şərtində bizdə M1-in M2-yə nisbətini istəyir. M1 bölünsün, M2 bərabər oldu elə nəyə? 1 çıxılsın, rho maye bölünsün, rho cisim. İndi, deməli, 1 çıxılsın, rho mayemiz neçədir? Baxım, görüm, diqqət edək. Rho mayeni verib, elə rho maye və rho cisim nisbətini vermiş bizə. 4-də 1, 1 çıx 4-də 1, edəcək neçə? 4-də 3. Deməli, elə cavab nəymiş? 4-də 3. İşte, əgər bunun tərpənən blok, tərpənməz blokdan ibarət sistemini versə, sadə mexanizmlər sistemi kimi, onda düstur nə olur? M1 bərabərdir, M2 vurulsun, 2-də 1, mötərəzədə 1 çıxılsın, rho maye bölünsün, rho cisim. Bax, bu da bizim bloklarla bağlı 2 dənə qeyd düsturumuzdur ki, bu tip məsələlərdə istəsə çıxarılışla gedə bilərsiniz ki, çıxarılışla da bütün hamısı nəzəriyyəmizdə qeyd etmişik, həmçinin izahlarımızda da qeyd etmişdik. Yaxud da konkret olaraq düstura əsasən cavabınızı müəyyən edə bilərsiniz. İndi gəlin keçək baxaq neçənci sualımıza. Gəlin baxaq 13-cü sualımıza. 13-cü sualda nə deyir bizə? Deyir ki, kranı açdıqda birinci qabda su sütununun hündürlüyü neçə dəfə azalır? Gəlin baxaq. Deməli, kranı açmamışdan əvvəl onda görək vəziyyət necəymiş. Gəlin yazalım da. Deməli, əvvəl özü də kran nədir? Bağlı. Əvvəl kran bağlı. İndi uşaqlar diqqət edək. Baxıram ki, mənə verib sahə. Həmçinin mənə verib nə? Hündürlük. Sahədən, hündürlükdən olan düstur varmı? Təbii ki, var. Hansı düstur idi? Həcmin düsturu. V bərabər idi nəyə? S aşağı. İndi kran bağlı olanda mənim bütün mayem gördüyünüz kimi bizim qabımızın sol qolunda neynəmişdi? Toplanmışdı və özünün alıb ala biləcəyi ən maksimal hündürlüyünü neynəmişdi? Almışdı. Onda deməli yazıram. Bax, əvvəl kran bağlıdır. V bərabərdir. Sahə nə qədər idi? 1S ilə SH düsturunu yazım yerinə qoyaraq. Deməli, sahəmiz 1S idi. Çünki sahəsi S olan qolda bütün maye toplanmışdı. Həmçinin hündürlüyü də yenə qeyd edirəm maksimumdur. Görün, baxın. Tam dibdən düz təpə nöqtəyə kimi mənim mayemin artıq görürəm ki, qabı əhatə etməsi müşahidə olunur. Onda yazırıq elə nə? SH. H maksimal. Yəni bundan oyuna hündürlük yoxdur. Yenə qeyd edirəm dibdən təpəyə kimi maye ilə bizim qabımız doludur. İndi keçdik ikinci nədir? Kran açıldı artıq. Yazırıq. Sonra K kranı açıldı. K kranı açıq vəziyyətə gətirildi artıq. İndi üzrlü sayın uşaqlar. Barmağımda problem olduğu üçün yazılarım biraz xaotik görünə bilər. Ona görə çalışıram ki, düsturları yazdıqca səsli şəkildə də qeyd edim ki, yazımı başa düşəsiniz. İndi. Deməli, baxaq burada ikinci dedik ki, sonra K kranı nədir? Açıq vəziyyətdədir. İndi, sözsüz ki, kranı artıq açanda, bu elə birləşmiş qabdır da, elə deyilmi? Səthi açıqdır, qollar da aşağı hissədən bir-biri ilə əlaqələndirilib. Biz bilirik ki, birləşmiş qabda qollara eyni maye tökürəmsə, yaxud qabda eyni maye varsa, bərabər hündürlüklər müşahidə olunacaq. Onda deməli, artıq həcmi nəyə bərabər olacaq? V bərabərdir. Mayenin bir hissəsi, sahəsi S olan
hissədə toplanacaq. Bir hissəsi də sahəsi 3S olan hissədə nə edəcək? Toplanacaq. Yəni bu ikisi arasında mənim mayem bu iki qol arasında paylanır. Özü də eyni hündürlüklə. Çünki niyə görə? Maye eynidir. Müxtəlif maye olsa, onda artıq hündürlükləri fərqlənərdi. Deməli, kran açılandan sonra bizim həcmimiz nə qədər olub? 4SH. Biz bilirik ki, uşaqlar, birləşmiş qablarda da, həmçinin axının kəsilməzliyi tənliyində də, həmçinin hidravlik presdə də nəyə baxırıq? Həcmin bərabərliyinə. Həcm qab dəyişmədiyi müddətcə dəyişməz. Həcmimiz öz yerində qaldı. Ona görə elə əvvəlki haldan, yəni V1-dən V2-ni bir-birinə bərabərləşdirir. V1 bərabərdir V2. Əvvəl nə idi? Sahəsi S olan hissədə mənim mayemi toplamışdı və hündürlüyü öz maksimum qiymətini almışdı. Ona görə nə yazırıq? SH. Daha sonra biz qeyd etdik ki, bizim artıq mayemiz iki qol arasında bərabər hündürlüklə nə elədi? Paylandı. Yəni həcmimiz olmuş 4SH. S-lər getdi. Buradan tapanda uşaqlar, H maksimal bərabərdir 4H-a. İndi bizə kiçik H-ı tapmaq lazımdır. H da bərabərdir nəyə? H bölünsün 4. Yəni kranı açanda mənim mayemin hündürlüyü nə elədi? Əvvəlkindən 4 dəfə artıq kiçik qiymət aldı. Yəni bizim artıq hündürlüyümüz 4 dəfə nə elədi? Azaldı. Ona görə cavab 4 dəfə azaldı. Bu da elə açıq sualdır. 4 dəfə azalır qeyd edirik. Keçək indi baxaq 14-cü sualımıza. İndi diqqət edək 14-cü sualımıza nə deyir bizə? Deyir ki, eyni kütləli, lakin müxtəlif həcmli yazaq. Eyni kütləli M1 bərabərdir M2-yə. Müxtəlif həcmli kürələr saplardan asılaraq suya salınmışdır. Hansı ifadələr doğrudur? Uşaqlar, birinci diqqət edirik. Baxırıq ki, mənim cisimlərim neyinib? Tabandan asılıb. İp varsa mütləq şəkildə nə var? Gərilmə. Baxın, bu iplərdə nə yaranacaq? Gərilmə qüvvəsi. Həmçinin hər bir cismin mərkəzindən, yerin mərkəzindən nə təsir göstərir? Ağırlıq qüvvəsi. Əgər bizim cisimimiz maye daxilindədirsə, ona başqa hansı qüvvə təsir edəcək? Arximet. Arximedin də istiqamət həmişə necədir? Təbii ki, yuxarı. Arximedin də istiqamət həmişə yuxarıdır. İndi gördüyünüz kimi V həcmli cisimdə, 2V həcmli cisimdə ipə bağlı şəkildə neyinib? Qalıb. İpə bağlı şəkildə qalırsa, deməli burada tarazlıq müşahidə olunur. Yəni yuxarı təsir edən qüvvələrlə aşağı təsir edən qüvvələr, yaxud aşağı yönələn qüvvələr bir-birini tarazlaşdırıb ki, mənim cisimlərim ipə bağlı vəziyyətdə qalıb. Əgər əksi müşahidə olunsaydı, məsələn, yuxarı yönələn qüvvələr böyük olsaydı, cisim yuxarı doğru hərəkət edərdi. Aşağı yönələn qüvvələr böyük olsaydı, ip qırılardı, cisim düşərdi qabın dibinə. İndi yenə qeyd edirəm, əgər ipə bağlı şəkildə qalırsa, deməli tarazlıq müşahidə olunur. Məsələnin şərtində qeyd etsə də, etməsə də bilməlisiniz. Yəni artıq qüvvələr bir-birini kompensasiya edir. Şaquli yuxarı yönələn qüvvələrlə şaquli aşağı yönələn qüvvələr bir-birinə bərabər olmalıdır. İndi yuxarı yönələn qüvvə nədir? Biri üçün baxsaz kifayətdir. T gərilmə, bir də arximet. Yəni T gərilmə plus F arximet bərabər olmalıdır nəyə? MJ-yə. Buradan indi məndən istədiyi nədir? Gərilmələri və arximetləri müqayisə etmək. Yəni gərilməni tapaq. T gərilmə də bərabər olacaq nəyə? MJ çıxılsın F arximeti. İndi MJ-ni vuruq kimi çıxaranda mötərizə daxilində nə qaldı? 1 çıx Romayı böl Rho cisim. Mən bunu bayaq bir sualımız var idi ki, orada ətraflı şəkildə çıxarılışını artıq izah etmişəm. İndi şifahi şəkildə gedirik. İndi uşaqlar, baxaq burada. Diqqət edin. Mənə nəyi verib? Həcm verib. Amma həcm verdiyi üçün belə açmamıza ehtiyac yoxdur. Rho və J-yə görə açmalıyıq. Elə bildim, sıxlıq verib. Onda deməli, MJ çıxılsın nəyə? Rho və J-yə. İndi diqqət edirəm, gərilmədən bizim həcmimiz necə asılıdır? Çünki dəyişən kimi yenə qeyd edirəm, bizə həcmi verib. Gərilmədən həcmimiz düz asılıdır əslində. Gərilmə də sürətdə, həcm də sürətdədir. Amma qarşıdakı mənfiyə görə artıq nədir? Tərs asılılığa çevriləcək. Yəni həcmi böyük olan yerdə gərilmə necə qiymət alır? Kiçik. Həcm kiçik olan yerdə gərilmə necə qiymət alacaq? Böyük. Onda deməli T1 nədir? T2-dən böyük. Çünki birincidə həcm V idi, ikincidə 2V. Həcmlə yenə qeyd edirəm. Gərilmə necə asılıdır? Artıq tərs qarşıdakı mənfiyə görə tərs asılılığa çevrildi, tərsə çevrildi. T1 böyüdü T2-dən. İndi arximet üçün yazaq. F arximetdə konkret düsturdur. F arximet bərabər idi V batan Romaye J-yə. Baxırıq, arximet qüvvəsi həcmdən necə asılıdır? Təbii ki, düz. Həcmi böyük olanın arximeti böyükdür. Deməli, F arximet 2 də böyüdür nədən? F arximet 1-dən. Ona görə cavabımız nə olacaq elə? 1, 5. İndi uşaqlar, gəlin sonuncu sualımıza baxaq. Nə deyir 15-də? Deyir ki, uyğunluğu müəyyən edin. Hər üç qaba eyni həcmdə su tökülür. Uyğun qablar üçün uyğun bəndləri müəyyənləşdirir. Birincisi uşaqlar, biz bilirik ki, hər bir qaba təsir edən nə var? Təzyiq qüvvəsi, özü də maiyələrin sözsüz ki, göstərdiyi təzyiq qüvvəsi var. Özü də bu təzyiq qüvvəsi demişdik ki, səthə necə endirilir? Perpendikulyar şəkildə. Onda baxın, mənim təzyiq qüvvəm perpendikulyar şəkildə hər üç qabda nə edəcək? Təsir göstərəcək. Öz təsirini burada göstərməlidir. İndi uşaqlar, bir digər nüansımız nədir?
Burada artıq perpendikulyar şəkildə səthə təsirdən başqa mayenin qabın divarlarının təsirinə də məruz qalma nüansı var. Yəni qabın divarlarının da göstərdiyi təsir qüvvəsi var artıq. İndi bu divar bu şəkildə məsələn təsir göstərir. Qarşı divar da yenə eyni şəkildə nə edir? Bir təsir qüvvəsi ilə mayeyə nə edəcək? Təsir göstərəcək. Yəni bu qabda artıq bizim təsir qüvvələrimiz, divarların göstərdiyi təsir qüvvələr bir-birini kompensasiya etdiyindən çəki ilə deyirik ki, təzyiq qüvvəsi nəyə bərabərdir? Bir-birinə bərabər. Çünki biz bilirik təzyiq qüvvəsi nədir? Emişi. Çəki nədir? Emişi. Divarların da təsirləri olmadığına görə, bir-birini kompensasiya etdiyinə görə emişi emişiyə bərabər oldu. Yəni çəkidən təzyiq qüvvəsi bu tip qablarda həmişə bir-birinə nədir? Bərabər. Keçdik indi digər qabımıza uşaqlar. İndi yenə sözsüz ki, divarların mayeyə göstərdiyi təsir qüvvəsi var. O təsir də necə olur həmişə? Enli tərəfə doğru, dar hissəyə doğru yox. Böyük tərəfə, qabın enli tərəfinə doğru yönəlir. Baxın, artıq təsir qüvvələrimiz divarların göstərdiyi necə yönəlir? Qabın enli tərəfinə doğru yuxarı. İndi baxıram, divarların göstərdiyi təsir qüvvəsi ilə səthə perpendikulyar şəkildə göstərilən təzyiq qüvvəsi, təsir qüvvəsi nədir? Bir-birilə əks istiqamətli. Əksdirsə qüvvənin qiyməti nədir? Kiçildir. Artıq bizim qüvvəmizin qiyməti MJ-dən kiçik qiymət alacaqsa, bu tip qablarda nə deyirik artıq? Çəki təzyiq qüvvəsindən böyükdür. İndi keçdik digərindən. Digərində indi uşaqlar baxırıq ki, divarların yenə təsiri olacaq. Amma enli hissə haradır? Aşağı hissəmiz. Artıq divarların göstərdiyi təzyiq qüvvəsi necə yönəlir? Baxın, bu şəkildə qabın enli tərəfinə doğru aşağı. İndi qüvvələrin istiqaməti hər biri eynidir. Gördüyünüz kimi qabın dibinə doğrudur. Ona görə eyni olduğuna görə qüvvələr cəmlənəcək, qüvvənin qiyməti artacaq, MJ-dən böyük bir qiymət alır və çəki də bu tip qablarda təzyiq qüvvəsinin nədir? Kiçikdir. Ona görə uyğun variantlarımızı baxın müəyyən edə bilərik. Deməli, suyun qabın dibinə göstərdiyi təzyiq ən böyükdür. Baxaq görə, təbii ki, təzyiq nə idi? P bərabər idi, F bölünsün S. F-dən düz asılı idi təzyiqimiz. İndi təzyiq harda ən böyük qiymət almışdı? Təzyiq böyük qiymət almışdı 3-cü qabda. Təbii ki, 3-cü qabda təzyiqdən böyük olacaq, təzyiq qüvvəsi də ən böyük olacaq. Həmçinin bu qabda təzyiq qüvvəsi çəkidən böyükdür. Onu harda verib bizə? Deməli, suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsi onun çəkisindən böyükdür. Təbii ki, 3-ə gəldi AC. İndi keçdik. İkinci qabda dedik ki, çəki təzyiq qüvvəsindən böyükdür. Deməli, suyun qabına dibinə göstərdiyi təzyiq qüvvəsi onun çəkisindən kiçikdir. Y variantında verilib. Sözsüz ki, artıq buradakı təzyiq qüvvəsi gördüyünüz kimi çəkidən kiçik qiymət alır. Təzyiq qüvvəsi birincidə çəkidən bir-birinə bərabər idi. İkincidə çəkidən kiçikdir, üçüncüdə böyükdür. Ən kiçiyi hansı qabda aldıq? 2-də. 1-də aralıq bir qiymət almışıq. Ən böyüyü isə 3-də almışıq. İndi təzyiq də təzyiq qüvvəsi düz asılı olduğuna görə, təbii ki, ikinci qabda mənim təzyiq də nədir? Ən kiçikdir. Ona görə 2-yə gəldiyinə BY, 3-ə gəldi AC, bir dənə variantımız qaldı. D variantı həqiqətən də çəkidən də təzyiq qüvvəsi birinci qabda nədir? Bir-birinə bərabər.